Hamıya salam. Kirxofun ikinci qanunu olan gərginlik qanunu ilə mövzumuza davam edirik. Bu qanunda qeyd edilir ki, qapalı kontur üzrə komponentlər üzərinə düşən gərginlik düşüşlərinin cəmi bu kontura təsir göstərən elektrik hərəkət qüvvəsinin cəminə bərabərdir. Biraz sadə şəkildə başqa formada qeyd edə bilərik. Qapalı bir kontur üzrə, qapalı bir dövrə üzrə gərginlik düşüşlərinin cəmi sıfıra bərabərdir və yaxud da qida mənbəyinin gərginliyi qapalı dövrə üzrə komponentlər, işlədicilər üzərində düşən gərginliklərin cəminə bərabərdir. İndi gəlin bunu məsələ həlli ilə necə olduğunu isbatlayaq. Fərz edək ki, ardıcıl qapalı dövrə verilib və bu dövrədə 3 dənə rezistor var. Biz bilirik ki, ardıcıl dövrədə hər bir komponentdən keçən cərəyan konstantdır, yəni sabitdir. Bunu kənarda i bərabərdir konstant olaraq qeyd edə bilərik. Bu nə deməkdir? Yəni 6 voltdan etibarən dövrədən axan cərəyan hər bir rezistorun içərisindən və bu birləşmə kabellərindən keçərkən eyni miqdardadır. Tutaq ki, 1 milliamperdirsə, hər bir yerdən keçəndə 1 milliamper qiymətində olur, dəyişmir. Bu bunu göstərir. Tərifdə qeyd elədik ki, qapalı kontur üzrə gərginliklərin cəmi sıfıra bərabərdir. Bu ifadə hardan meydana gəlir? Biz bilirik qida mənbəyinin və yaxud da batareyanın qütbləri. Bu hissəni plus, bu hissəni isə minus olaraq işarələyirik. Qütblərini artıq batareyanın tanıyırıq və cərəyanın istiqaməti də bilirik ki, bu istiqamətdədir, bu formada hərəkət edir. Rezistordan ardıcıl olaraq cərəyan keçdikdə hər bir rezistorun özünün də giriş və çıxış hissəsini, yəni birinci və ikinci kontaktlarını da biz plus-minus olaraq işarələyək. Əgər cərəyan soldan sağa istiqamətlənibsə, o zaman birinci rezistor üçün plus bu hissə, minus burada, ikincisi üçün burada, minus burada, üçüncüsü üçün plus burada, minus burada olacaq. Və rezistorların da adlarını yazaq. Bu R2, bu da R3 rezistoru. Normalda rezistor özü qütbsüz bir komponentdir. Yəni plus-minusu yoxdur. Dövrəyə qoşanda hansı formada, hansı istiqamətdə qoşulmağının heç bir fərqi yoxdur. Amma sırf bu baxımdan plus-minus işarələməsi ilə toplam gərginliklərin sıfıra bərabər olduğunu isbatlamağa çalışırıq. Və hər bir rezistor üzərinə müəyyən bir gərginlik düşüşü düşür ki, Ohm qanunundan bunu artıq danışmışıq. Uyğun olaraq buranı V1, buranı V2, bu rezistorun üstünə düşən gərginliyi isə V3 olaraq adlandıraq. Hər 3 rezistorun formaca bir batareya kimi götürək və işarələnmənin plus-minus ardıcıllığını bu formada rahat başa düşəcəyik. Batareya başlayır, minus və plus hissə, yəni birinci bu minus, daha sonra bu plus hissəsi ardıcıllıqla gəlir. Daha sonra isə plus və minus gəldiyi üçün artıq burada ardıcıllıq dəyişir. Bu birinci rezistordur. Növbəti olan ikinci rezistor, üçüncü rezistor və fikir verirsinizsə, bu 3 rezistorun qoşulma ardıcıllığı bununla müqayisədə tərsdir. Ona görə də batareyanın gərginliyi bu birisi 3 dənəsinin gərginliyinə bərabər olur. Və yaxud da belə yazmaq olar. Biz bu 6 voltu VB, yəni V batareya olaraq qeyd etsək, V batareya bərabərdir V1 üstəgələk V2 üstəgələk V3. Təbii ki, bu V1, V2, V3-ü də bərabərliyin sol tərəfinə keçirdəndə minusdan keçəcək və bərabərliyin sağ tərəfində yalnızca 0 qalacaq. Və biz V1, V2, V3-ü də uyğun olaraq Ohm qanununa əsasən V bərabərdir I vuraq R düsturu, I vuraq R formasında göstərə bilərik. V batareya bərabərdir I vuraq R1 üstəgələk I vuraq R2 üstəgələk I vuraq R3. Az öncə qeyd elədik, I hər bir yerdə konstantdır, sabitdir. I-yə indeks qoymağa ehtiyac yoxdur. Belə olan halda V batareya bizdə 6 bərabərdir. R1-in yerinə 100 olur 100 I üstəgələk R2-nin qiyməti 200, yəni 200 I üstəgələk R3-ün qiyməti bu da oldu 300 I və 6 bərabərdir 600 I-yə. Nəticədə biz I-nin qiymətini tapırıq. 0,1 amper. O da bərabər olur 10 milliamperə. Nəticədə biz cərəyanımızın qiymətini tapdıq.
Artıq bundan sonra hər bir rezistor üstünə düşən gərginlik düşüşünü rahat bir şəkildə hesablaya bilərik. V1 bərabərdir I vuraq R1, yəni 0,1 vuraq 100, bu eləyir 1 volt. V2 bərabərdir 0,1 vur 200, bu eləyir 2 volt və V3 bərabərdir 0,1 vuraq 300, bu da eləyir 3 volt. Və bu voltajların hamısının cəmi 6 voltu verir ki, bu da batareyanın gərginliyinə bərabərdir. İndi isə gəlin simulyasiyada bunun dəqiqliyini bir daha nəzərdən keçirdək. Gördüyünüz kimi az öncəki ardıcıl dövrədir. Mən birinci burada ampermetr qoşub nəticənin necəliyini görəcəm. Ampermetri bu formada qoşduq və 10 milliamper dövrədən cərəyan axdığını gördüm ki, bayaqda 10 milliamper tapmışdıq. İndi hər bir rezistor üzərinə düşən gərginliyin qiymətini də tapmaq mümkündür. Bu 3 voltmetri də yerləşdirdik və hər bir rezistor üstünə düşən gərginlik düşüşünü hesablayaq. Simulyasiyanı başladığında bayaqki kimi birinci rezistorda 1 volt, ikincidə 2 volt, üçüncüdə isə 3 volt gərginlik düşür və ohm qanununa əsasən U bərabərdir IR düsturuna əsasən U ilə R, yəni gərginliklə müqavimət düz mütənasib olduğu üçün hansı rezistorun müqaviməti aşağıdırsa, ona daha az gərginlik düşüşü, hansında yuxarıdırsa, onda daha yuxarı gərginlik düşüşü görülməkdədir. Kirxofun ikinci qanunu da ardıcıl və yaxud da qapalı dövrə üçün belə bir məsələni özündə ehtiva edir. Növbəti videolarda görüşmək ümidi ilə sağ olun.